Bəzən bir insanın əlindəki kamera silahdan daha güclü olur. Bəzən bir kadr min yalanı susturur. O sadəcə jurnalist değildi, o həqiqətin canlı şahidi idi. Çingiz Fuadoğlu Mustafayev 29 avqust 1960-cı ildə Həştənxan vilayətində anadan olmuşdu. Əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyində təhsilini aldı. Daha sonra Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdi və 3 il həkim kimi çalışdıqdan sonra İnşaat Mühəndislərinin İnstitut Yataqxanasında baş həkim təyin olundu. Çingiz Mustafayev sıradan bir həkim değildi. 1970-ci ildə SSR-dəki ilk disko klublardan birini yaratdı. 1983-cü ildə Azərbaycan dilində ilk rap ifasını səsləndirdi. Onun ruhu sərhəd tanımırdı. Jurnalistikaya marağı isə onu tamamən fərqli istiqamətə apardı. 1990-cı ildə qanlı yanvar hadisələrini lentə aldı. 1991-ci ildə isə Azərbaycan Dövlət Televiziyasında işə başladı və daha sonra 215 KL studiyasını yaratdı. Dağlıq Qarabağ cəbhəsinə yollandı. Cəmi 8 ayda isə 18 sənədli film çəkdi. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri Xocalıyı mühasirəyə aldı. Səhərə qədər Xocalı tam işğal edildi. 613 nəfər öldü, bunun 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca idi. 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfərin talehi bu günə qədər də məlum deyil. Bu sadəcə hərbi əməliyyat deyildi. Bu, əhaliyə qarşı törədilən qətliam idi. Hadisədən dərhal sonra Çingiz Mustafayev helikopterlə cəbhəyə yollandı. Qarın üstündə səpələnmiş cəsədlər, qaçmağa çalışan mülki insanlar, donmuş uşaqlar, o gördüklərini gizlətmədi. O hər şeyi çəkdi. Məhz həmin kadrlar Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmasında əsas rol oynadı. Ay Mürvət, hardansan sən? Hansı kənddən? Xocalıdan. Nə oldu bəs? Necə oldu ki, gəldin bu xəstəxanaya düşdün də? Həmişə də BMP ilə, raketlə, topla həmişə də kəndə atırdılar. Bir günü ayın 26-sı günü. Gecə yenə həminki kimi atdılar. Birdən hər tərəfdən doldular ki, Xocalıya. 15 iyun 1992-ci ildə Naxçıvan istiqamətindəki döyüşlərdə Çingiz yenə ön cəbhədə idi. Mina atan mərmisi patladı, qəlbi onun bud arteriyasını zədələdi. O çəkiliş zamanı qanaxmadan şəhid oldu. Ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verildi. Bakıda Şəhidlər Xiyabanında dəfn edildi. 2010-cu ildə CNN onun haqqında reportaj yayımladı və Xocalı həqiqətlərini bir daha dünyaya xatırlatdı. O sadəcə bir jurnalist değildi, o tarixi yazan insan idi. Bəzi insanlar yaşayaraq iz qoyur, bəzi insanlar ölümü ilə bir xalqın yaddaşına çevrilir.